Bugün 330 mil, yəni hardasa 530 kilometr yol gedəcəm. San Fransiskoya dostum gilə yeni ili keçirməyə gedirəm. İlk öncə maşının servis vaxtıdır, yəni servis hər 5000 mildən bir servisi aparmalıyam. İlk öncə gedək maşının servisini yoxladaq. Səhər saat 7-dir, 7:15-ə appointmentim var, 15 dəqiqə sonra appointmentim var. İlk öncə görək nələr baş verir və gəldik Toyota servisə çatdıq. Və hamını bir-bir yoxlayır belə. Ad familiya soruşur, yəqin ki, indi baxacaq, görün nə soruşur. Okay. There we go. Did you have an appointment today? Yes, Yeah. 7:15. 7:15? Okay, perfect. What was the last name? Aliyev. Abdullah? Yes. Awesome. How many miles did you have today, Abdullah? 16. Okay, and then was it just 15. any other It's concerns for you today, or 15. just the oil No, change? just tire rotation. Just the oil It's a change? hybrid. No, Yeah, okay, it's just the tire tire rotation. rotation. Okay, no problem. All right, go ahead and pull forward behind the Prius in front of you. Wait right there. I'll have somebody come outside to help you. Okay, thank you. Yeah, no problem. Ad familiya soruşdu, bir də neçə mil gedib deyə soruşdu, nəsə problemi varmı soruşdu. Heç bir problemi olmadığını dedim, yəni təkərlərin yerini dəyişmək lazım olduğunu dedim və harada saxlayacağımı dedi. Yəqin ki, maşının üstündə nömrə qoyub ona görə gözləyirik görək. Burada maşınlar var, başqa maşınlar hamısı növbə ilə dayanıblar. Gəl məndən soruşacaqlar, görək nə soruşurlar. Go ahead. Oh, so we're gonna record get the information. Okay. Get the mileage. Then You can go ahead. I just left the key inside. just inside. Maşının bir nömrəsini yoxlayır və kənar şəkillərini çəkəcək. Bayağı da videoda dediyim kimi maşının kənarını vurublar. Sumkamızı götürək. Nələr edir qardaşlar. Motorxana şeyi yoxlayır, maylajını yoxladı yenə də öz şeyinlə, kompüterindən və çox güman şəkillərini çəkəcək buradan. Görək nə gəlir. Yəni şəkillərini çəkir. Arxa tərəf vurulub. Çünki yəqin ki, maşını deyə oranı çəkdi. Maşını kimsə vurub, gətirib, yəni sonra deməsin ki, burada olub deyə. Ona görə əvvəlcədən şəkillərini çəkir. Okay. This is for my country. Oh, for your country. Okay, that's nice. Where are you from? Azerbaijan. You don't know? No, I don't know. Is that like middle? Middle East, Yeah. next to Turkey. Oh, okay. Phone number 959. 9994444. Are you going back over there? Oh no, just, No. Oh, okay. I have a YouTube channel. Oh, okay. I share there. So it'll be tire rotation, inspection. We'll adjust all your fluid levels, we'll check your battery, tires, Wow. tire pressure as well, okay? Do you know, can I upgrade my monitor just to the Apple CarPlay? Because I don't have Apple CarPlay. If it's possible If to it- upgrade it. I don't think so. No. I would ask someone in sales maybe though. They come in at 8:30. But I don't. If it doesn't come with it, they only build them with it. Oh, But not every car. So right now just the Avalon. But I need to buy aftermarket or Yeah, it's probably gonna have to be aftermarket. Yeah. Yeah. Right now just the Avalon. The 2019 Avalon has it. But what about 2019? 2019 Avalon. Highlander. No, just Avalon. Really? Yeah, just Avalon. Oh, why? I don't know. I don't know. Oh, Let me get your receipt. okay. Was okay, but they kept it good. Yeah, but he didn't. So you say you do YouTube? Yes. Yeah. What's your Channel. what's your channel? My channel for how can you live in United States, how can you get okay. a job, how can you come here, it's like that. Okay, stuff like that. Yeah. It's not for cars.
So no cost, 2 signatures, one here, one here. You have a lot of followers, a lot of people following. 5,000 years. Okay. 5,600. So if you can write it down for me, sir. If you upload that, I want to watch that. Okay. Yeah. Just write it down there. Thank you very much. Belə bir kağız verdilər və pulsuz servisin pulsuz olduğunu dedilər. Yəni maşının təkərlərinin dəyişməsi, yerlərinin dəyişməsi təbii ki pulsuzdur. Mən də bu arada video çəkmək istəyirəm bir içəridə. Görək içəri necədir. Bu arada orada danışdıqlarım soruşmadı daha doğrusu, özüm dedim. Dedim ki, mən YouTube üçün çəkirəm və YouTube kanalım var. Azərbaycan, öz ölkəm üçün, yəni Azərbaycan üçün çəkirəm dedim. Kanalın adını götürdü, yazdım, verdim, baxmaq istədiyim dedi. Dedim, problem yoxdur, baxa bilərsən, öyrənmək istədiyim var. Açdım, kanalı da göstərdim. Belə, gəzək içərini görək. Kofelərdən biri lattedir. Buradan latteni seçirik. Strange. Normal. Starbucks. Kofemizi de aldık. Gedək biraz buradaki maşına baxaq. Sonra qaydaq nə satırlar onu göstərim. Toyota Highlander 2019 model. Mənim maşınımdandır. Çox güman ki bu model LE ya da ki XLE'dir. Çünki LE'dir. Çünki hər şey yoxdur. Bu Toyota'ların ümumiyyətlə 5 seriyası var. Hətta axırıncılarını deyəsən, axırıncılarla birlikdə 5 seriyası var. LE, XLE, sonra Limited. Bir neçə modeli var. X Limited'dır, yoxsa Premium'dur. Belə bir modelləri var. Əzbər bilirdim, burada nəsə yadımdan çıxdı. Burada da gözəl yolka hazırlayıblar. Avalon'dur deyəsən bu. Toyota Avalon'dur, hə. Bu ümumiyyətlə sizə bir şey deyim, XS'idir, hə, XS'i deyə burada da var. Ümumiyyətlə sizə bir şey deyim, mən Toyota maşınından xoşum gəlmirdi əvvəllərdə. Yəni, hələ də şey eləmirəm, yəni, dizaynı bir o qədər ürəkaçan deyil. Bu Avalon'un dizaynı pis deyil, yəni, normaldır. Sadəcə rahatlığı çox rahatdır, yəni. İndi mən sürdüyüm maşını tərifləmək kimi olmasın, amma yəqin ki, Toyota ilə maraqlananlar bilir. Toyota Highlander, yəni bu gördüyümüz bu maşın. Bu son bir neçə ilin SUV modellərinə görə, yəni Jeep modellərinə görə, Jeep deyəndə SUV də, SUV modellərinə görə ilin ən yaxşı SUV-si seçilib. Rahatlığı çox rahatdır. Bir də Toyota'nı almağımda əsas səbəblərdən biri də şeydir. Bu
bu maşının quality-si, yəni keyfiyyəti çox keyfiyyətlidir və maintenance-i çox ucuzdur. Yəni çox xərcləmirsiniz də bu maşını alandan sonra bir çox xərc, yəni tökmürsüz. Məsələn, yolda qalma ehtimalı azdır. Ümumiyyətlə keyfiyyətli düzəldirlər maşını. Burada da Forerunner-dır, 2019 model Forerunner. İçində bu balaca çəkim sizin üçün. Ağladı. Böyükdür bu. Təkərləri də böyükdür, hiss olunur. Bizim Azərbaycandakı Prado kimi bir maşındır. Gedək, burada nələr var? Burada televizor var, heç kim baxmır. Burada müxtəlif maşın modelləridir. Deyəndə ki, desin, Toyota'dır. BMW'dir. Mini Cooper'dir. Biraz o tərəfdən çəkin, baxanlar varsa narahat eləməyin. Dodge'dur. Buradan gəldik. Bu da Nissan deyəsən, səhv vermirəmsə. Burada işıq düşür. Nəysə, oyuncaq maşınlardır yəni. Bir maşın servisinə, həm də burada maşın da satırlar. Maşın dilerinə görə uyğun bir dizayn olunmuş bir yerdir. Görək burada nələr satırlar. Burada həm də aksesuarlar satırlar, müxtəlif maşın diskləri satırlar. Bir tərəfdən başlayayım. Amerikada ən maşın alanlar üçün ən maraqlı şey bu nömrənin kənarlarıdır. Nömrə çərçivəsi deyilir, plate frame. Bunlardır. Bu da müxtəlif dizaynda olan var. Hətta siz bura istəsəniz adınızı da yazdıra bilərsiniz. Altına, üstünə adınızı da yazdıra bilərsiniz. İndi göstərərəm yəqin ki, nümunələr var o tərəfdə. Toyota'nın qələmləridir. Yəni limonad açan, yəni pivə ağzı açan. Breloku var Toyota'nın, qələmi var, başqa bir qələm. Termosu var, şapkası var. Şapkadan məndə var. Şapkası var. Buradan veriblər, elə hədiyyə vermişdilər o vaxtı, birinci gələndə. Boyunbağı, yadımdan çıxdı o, Azərbaycan dilində də nə deyirdilər? Hooker-da, yəni asılqan da, bəlcək asan. Burada müxtəlif tullar var. Yəni, lazımlı bir şey deyil, bunu çəkməyin mənası yoxdur bir o qədər. Amma yenə də sizi çəkim. Bunları buradan almaqdansa, yəni gedib Walmartdan almaq daha ucuzdur. Çünki burada bahadır. Burada da var Kəlbədin, nə bilim, aftyorka falan. Screwdrivers deyirlər aftyorkaya. Burada güzgülər var. Maşın güzgüləridir. Burada da güzgülərin üstünə yapışdırmaq üçün şey var. Bu blind spot mirror. Bundan mən o vaxtı almışdım, indi maşının özündə var deyə. Yəni ondan yoxdur, amma elektron var. Yəni sağında maşın olanda göstərir, özü deyir. Ona görə almamışam. Əvvəlki maşınımda var idi. Sonra gəldik. Burada o maşının arxasına, yəni bagajına qoymaq üçün müxtəlif şeylər var, çuxollar var. Yəni bu zəmbil kimi bir şeydir, yəqin ki görürsünüz buradan. İçinə nəsə yığmaq üçün sərgəli görsənir. Mən bundan almışam. Bir dənə də maşında var. Burada da telefon asmaq üçün, telefon qoymaq üçün müxtəlif şeylər var. Aynaya yapışdıran ya da ki o peçin şeyinə, qabağına bu yerə qoymaq üçün. Burada ətirlər var. Yenə də air fresh aksesuarlarıdır. Belə çəkək. Burada da şüşə silmək üçün ətirlərdir, yenə də müxtəlif ətirlərdir. Belə yuxarını da götürək. Burada oyuncaqlardır, dronlar zaddır, oyuncaq dronlardır uşaqlar üçün. Snow cable, şeydir, qar şeyləridir. Qar üçündür bu. Yəni qarda təkərinizi salıb sürmək üçün. Burada qar yağmır Kaliforniyada,
Los Angeles'da. Ona görə bu kimin alacaq bilmirəm, amma yenə də qarlı bölgələrə gedənlər ala bilərlər. Çatırlar var, yəni zontiklər. Bilmirəm Toyota'nın da yoxsa belə ümumi zontiklərdir. Ümumi zontikdir, qara zontiklərdir, Yapon sayağı. Burada gözəl deyəndə, yəni maşını təmizləmək üçün təmizlik karkiyə, yəni maşının qarğısına qalmaq üçün müxtəlif təmizlik dəsmallardır, yəni spreylərdir. Hansı ki şiti təmizləyirsiniz, təmizləyə bilərsiniz. Sonra gəldik burada bu gün aynaların qarşısına, yəni güzgülər aynaların qarşısına qoyursunuz, gün vurub içini xarab eləməsin deyə. Deyir burada da. Buna shade deyirlər, S-shade. Yəni sun shade deyəsən, belə deyirlər. Burada da təkərləri qaraltmaq üçün bizdə yadımdan çıxdı buna nə deyirdilər. Burada yəni təkərləri qaraltmaq üçündür. Və su şeyinə, yəni aynaları silmək üçün su yerinə tökülən və antifriz həm də yanındakı antifrizdir. Yəni donmaya qarşı sudur. İçinə nə qatırlarsa donmaya qarşıdır. Burada nə var? Bunda da yenə təmizlik şeyləridir. Dəsmaldır, süpürgə kimi bir şeydir. Burada disklər var. Müxtəlif kalpaklar daha doğrusu bu diskin üzərinə vurulan şeylər. Yenə də günün qarşısını almaq üçün müxtəlif atribut tellərdir. Sunshade deyirlər buna. Dediyim kimi. Burada yenə Toyota çuxolu. Bayaq göstərdiyim şeydir. Çuxol deyəndə qutu kimi bir şeydir. Rahat həm yığılır, kompaktdır. Ay, tökdüm. Dağıtdım. Nəysə, palit eləməyin. Həm Toyota'nın nədir bu? Nəysə, dağıtdıq. Buradan çıxaq yavaş-yavaş. Burada lampalardır, işıqlardır, müxtəlif işıqlardır. Bu yenə də günəşə qarşı tək-tək qoyulan şeylərdir. Burada pult çeşidləridir. İstədiyiniz çeşiddə pult seçib maşınınıza götürə bilərsiniz. Klassik çeşidlərdir, yəni başqa ekstra bir şey yoxdur. Burada Custom Series. Burada məsəl üçün görürsünüz Toyota, nə bilim, RAV4, Camry, nə istəsəz var, arxasında Highlander falan, nə istəsəz var, istədiyinizi yazdıra bilərsiniz. Mənasız şey kimi baxıram, zaten nömrəni yazdırmaq olursa, onları nəyə yazdırırıq ki? Yenə də istəyən olsa ala bilir də təbii ki. Burada ayaq altlıqlarıdır. Burada şeylərini seçirsiniz, çeşidlərini seçirsiniz, hansı çeşiddə istəyirsinizsə və ona görə sifariş verə bilirsiniz, gətirirlər. Burada maşının burjunlarıdır. Yenə də nömrələrdir, nömrə frameləri, arxadakı cable'dır şeylərə, akkumulyatordan akkumulyatora qoşmaq üçün maşını sevənlər bilir. Burada müxtəlif tuning şeylərdir. Bu fiber karbonla üstü örtülüb və bu da maşının qapının üstünə vurmaq üçün müxtəlif örtüklərdir, belə deyək, plasmaslardır, şotkalardır. Oyuncaq maşınlar var aşağıda burada. Sonra gəldik burada, yenə də bu asılqanlardır, bəcik falan asan, boltlardır. Əgər itibsə buradan ala bilirsiniz. Burada müxtəlif qələmlərdir, Toyota'nın qələmləridir yenə də. Brayleklardır, bloknotdur, chargerdir, Toyota'nın özünün chargeridir. Branddir də, hansısa bir termosdur. Görürsünüz burada. Toyota'nın özünün chargerləri var. Yəni, hansısa brandin üstünə vurur adını. Burada da müxtəlif şeylərdir. Remenlərdir, remenin üstünə. Bir dəqiqə. Remenin üstünə müxtəlif adlar yazırlar. Xüsusi remenlərdir, yəni maşın təhlükəsizlik kəmərləridir. Burada iri maşınların ayaq altlıqlarıdır, kulşteridir, nə bilim, faralardır. Bunu da elə görünüş üçün atıblar. Burada gözəl şey var.
disklər var. Bu əlavə eləmək üçün asıblar. Yəni hansısa maşınlara görə əlavə eləyə bilirlər. Məndə alanda bu ayaq altlığından üstündə gəlib maşının. Yəni normalda bayaq gördüyünüz maşında yox idi. Rul üzdükləri var. Maşının rulun üzdüyünü steering wire, steering deyirlər də buna. Steering wheels. Buna rula. Steering. Sonra oturacaq üzdükləri var, döşəkləri var. Yenə də burada. Burada yağlardır, bunlar lazım deyil. Və şapkalar var. Şapkalar var, bir də şey var. Termoslar var. Üstündə də yenə də disk üzdükləri var, təkər üzdükləri. Şapkalar istədiyiniz seç, bəyən al. Bunlar hədiyyə verirlər birinci servisdə. Amma yenə də seç, bəyən al, hansını istəsən. Gedək, gözləyək görək. Gözləyək görək, maşınımız nə vaxt gəlir. Gələndə özləri çağıracaqlar məni. Sizə də xəbər eləyəcəm, yəni çalışıb bir dənə də video çəkəcəm. Qardaş gəlib dedi ki, maşının hazırdır, indi gedək görək. Qolumuzu çəkək, imzamızı ataq, maşınımızı götürək. İmzamızı atdıq, indi maşınım gələcək. Maşını da götürüb çıxıram. Maşını da gəlsin, görək nə vəziyyəti var. Biraz da çöl çəkim. Maşın buradaymış. İndi gördük. Təkərlərin yerini dəyişiblər. Bir də yağını falan yoxlayıblar. Bir şey eləməyiblər yəni. 328 sürə gedək yavaş-yavaş. Əsas odur, için işıqlar söndü. Servis apar yazısından bezmişdik. Belə bir tur sizin üçün benim şeyin nədir bu? Servisin yanından sürüm. Burada təzə maşınlar da hamısı. Okay, Toyota Northwich bizə ən yaxın olanıdır. Burada qəşəng maşınlar. That's it. Bu qədər. Bugünkü Toyota servis videomuz burada bitir. Və yolum San Francisco'yadır. 530 kilometre yolum var. Görək inşallah sağ salamat çatar. Sağ olun, salamat olun. Özünüzə yaxşı baxın.